Salam, hər vaxtınız xeyir, əziz kanal izləyiciləri. Bugün İsmayıl rayon Aşbayram kəndindən gözəl bir ev mülkü satışa çıxartmışıq. Ev mülkü təcili satılır. 11 sotun içində bağlı, bağçalı belə bir ev mülküm satışa çıxarılıb. Ev necə deyirlər, dədə baba evidir. 130 kvadrat evdir. 11 sotun içərisində üstü dəmir, belə nar bağı, meyvə ağacları, fındığı, əncili, qoz ağacı, tut ağacı, hər bir ağacdan var. Bax, düz yol kənarındadır, magistral yolun kənarındadır. Baxımlı bağdır. Yəni hal-hazırda gördüyünüz kimi maşınların da səsini eşidirsiniz. Magistral yolun kənarıdır. İstəyənlər alıb, yəni yol qırağında belə obyekt tikə bilərlər. Yol kənarında, yəni alternativ variantlar çoxdur. Yəni bax, buradan düz yolun kənarıdır. Panoraması da çox gözəldir. Yəni göz oxşayan. Bax, görürsünüz, tüm meyvə ağacları bar verəndir. İnşallah keçib həyətdə deməlidən belə navesti var. Yəni kənd yeridir. Təbii ki, bunun yükü var. Nəsə taxıl yığmağa, ambarı, hər bir şey. Ayaq yolusudur, təmirli. Burada əl yumağa yeri. Hamamıdır. Burada belə navestin altında oturmağa divan kreslosu, stol stulu. Və buradan evin padval dediyimiz hissəsi, yəni zirzəməsi yay üçün nəzərdə tutulub belə. Ehtiyat ərzaq yığmaq üçün çox əlverişli yerdir. Sərin. Qeyd etdiyim kimi evdə gördüyünüz əşyalar qalacaq. Və evin içərisini göstərirəm. Daxil olanda belə bir geniş zalı. Dədə baba, yəni evdə təmiri budur. Burada belə yüngül bir mətbəx. Yenə daxil olanda oturmaq üçün belə bir zal. 3 yataq otağı var. 3 yataq otağı var. Təbii şəxsi əşyalardan başqa bütün əşyalar qalacaq. Da 3-cü yataq otağımız. Qeyd etdiyim kimi təcili satılır. Qiyməti 36.000 manata deyilir. Real alıcıya indirim olunacaq. Gözəl, səliqəli bir həyətdir. Maraqlananlar əlaqə telefonumuza zəng eləyə bilər.